1960-cı illərin sonuna doğru İraq artıq ard-arda çevrilişlərin baş verdiyi, hakimiyyətin tez-tez dəyişdiyi və sabitliyin demək olar ki, mövcud olmadığı bir ölkə idi. Və məhz belə bir müddətdə 1968-ci ildə Baas partiyası növbəti dəfə hakimiyyəti ələ keçirir. Ölkənin prezidenti isə Əhməd Həsən Əlbəkir olur. Amma bu hakimiyyətin arxa planında, rəsmi olaraq ikinci planda qalsa da real güc yavaş-yavaş başqa birinin əlinə keçməyə başlayır. Səddam Hüseynin. O İnqilab Komandanlığı Şurasının müavin katibi olur. Bu dövrdə özünü ön plana atmır. Əksinə, səssiz şəkildə dövlətin ən kritik nöqtələrini nəzarətə götürür. Xüsusilə təhlükəsizlik sistemi, kəşfiyyat və partiya daxilindəki nəzarət mexanizmləri birbaşa onun təsiri altında keçir. Və bu struktur vasitəsilə o həm müxalifəti, həm də partiya daxilində potensial rəqibləri sistematik şəkildə müəyyən edib aradan qaldırmağa başlayır. İttihamlar uydurur, xəyanət və sui-qəsd iddiaları ilə insanlar həbs edilir. Bəziləri isə məhkəməsiz şəkildə yoxa çıxır və beləliklə qorxu üzərində qurulan bir sistem formalaşır. Səddamın fərqi isə təkcə repressiya ilə kifayətlənməməsi idi. O eyni zamanda insanları bir-birinə qarşı istifadə edir. İnformator şəbəkəsi qurur və sistem daxilində elə bir mühit yaradır ki, artıq heç kim heç kimə güvənə bilmir. Bu isə onun hakimiyyətini daha da möhkəmləndirir. Bu illərdə o rəsmi olaraq ikinci şəxs olsa da, faktiki olaraq dövlət aparatının böyük hissəsini idarə edirdi. Və prezident Əhməd Həsən Əlbəkir yaşlandıqca və səhhəti zəiflədikcə bu balans daha da dəyişirdi. Və nəhayət 1979-cu ilin iyul ayında Səddam artıq kölgədə qalmağa ehtiyac duymur. O Əhməd Həsən Əlbəkiri istefaya məcbur edir və rəsmi olaraq İraqın prezidenti olur. Amma əsl dönüş nöqtəsi bundan dərhal sonra baş verir. Cəmi bir neçə gün sonra o Baas rəhbərliyini bir zala yıxır. Əvvəlcə özü çıxış edir və dövlətə qarşı böyük bir sui-qəsdin üstünün açıldığını deyir. Zalda hələ heç kim nə baş verdiyini tam anlamır. Amma bir neçə dəqiqədən sonra hər şey dəyişir. Çünki adları artıq o yox, işgəncə altında ifadə verməyə məcbur edilmiş bir adam oxumağa başlayır. Və hər ad səslənəndə həmin şəxs zaldan çıxarılır. Səddam isə kənarda oturub sakitcə siqaret çəkir və sadəcə baxır. Və onun hamı anlayır ki, bu artıq sadəcə təmizləmə deyil. Bu açıq mesajdır. Bu ölkədə artıq yalnız bir nəfər qərar verəcək.